أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, her bir insan zahirinin gözəl görünməsi onun üçün çox önəmlidir. Və hər kəs bununla mübarizə aparır ki, üzü, bədəni, görüntüsü gözəl olsun. Bu normaldır. Bunu qəbul etmək normaldır və hər kəs bunun üzərində çaba göstərirsə, qınanılası bir iş deyil. Amma bizim əsasən üzərində dayanmaq istədiyimiz mövzu isə, bu qədər özümüz ilə, zahirimiz ilə məşğul oluruqsa, görəsən günümüzün nə qədərini içimizdəki mənin gözəlləşməsi ilə məşğuluq. Axı biz bizdən ibarət deyilik. Biz, yəni bu məşğul olduğumuz, günümüzün böyük hissəsini sərf etdiyimiz bu zahirimiz qocalır, ölümə doğru gedir və ölür. Və bizim bu məşğul olduğumuz, ömrümüzü həsr etdiyimiz bu bədən öldükdən sonra isə sənin həyatın davam edir. Sən buna iman etmisən. Biz buna iman etmişik ki, bizim həyat əbədidir, davam edir. Amma şeytan necə bunu bacardısa, insanların əlində müvəqqəti qalacaq bir iş ilə onların bütün həyatını həsr edir. Ki, insanlar ancaq qısa müddətli onun əmanəti olan bu bədənlə çox məşğuldur. Oysa ki, sənin əsli məşğul olmalı olduğun əbədi var olacaq sənin içindəki səndir. Sənin içində eyni ilə bir sən varsan. Onun çılpaq forması. Eyni ilə. Yəni, sən zahirin zədələnir, çirkin olur, təmiz olur, hər nə olursa sıradan çıxacaq. Amma içindən çıxan o sən ki var, sən ölərkən içindən çıxacaq, o əbədi qalacaq. Biz insan olaraq bu müvəqqəti olandan o qədər məşğulluq ki, sağına soluna keçirik, bütün cizgilərinə baxırıq ki, sağlam saxlayaq. Amma içimizdəkini çirkin, iyrənc bir hala gətirib bəzi insanlar. Necə ki, bəzən olur, elə bir insan olur ki, üzü çox gözəldir, çox gözəldir. Amma ona bu gözlərlə yox, ruhuvun gözü ilə baxanda görürsən ki, Allahım, onun gözlərinin arxasında bir iblis durur, bir şeytan durur, bir aslan durur. Amma üzdə nə gözəl danışır, nə məlahətli danışır. Amma bir başı çönəndə anında qəflətən bir iblisə dönür. Onun gözəl çöhrəsi, bayaqları gözəl görünən çöhrəsi qəzəblənən kimi bir iblisə sönür. Allahım, bu nə eybəcər imiş. Bu necə gözəl görünür. Belə çönür gözəl, belə baxırsan eybəcər. Bu nədir? Əlbəttə ki, onun eybəcər formasını dahilər görür, ariflər görür. Hər kəs görmür ki. Hele ona görə insanlar, illa ki əlində biraz imkanı olan insanlar, gecə gündüz zahirinin yaxşı görünməsi ilə məşğuldur. Biz isə, dəyərli insanlar, dəyərli dinləyicilər, biri-birimizi çağırmalıyıq. İçimizdəkinin gözəlliyinə,
Biz içimizdəkinin gözəlliyi ilə məşğul olmalıyıq. Çünki sənin içindəki gözəl oldusa, sən arif insanlar tərəfindən seviləcəksən. Çünki ariflər sənin gözlərinə baxanda sənin ruhunu görür. Cahillər sənin görüntünə baxır. Ayağına, başına, bədən quruluşuna, geyiminə, cibinə. Bu cahillərin baxışıdır. Sən həyatını cahillər üçün qurursan, yoxsa sən həyatını Allah üçün qurursan. Bax, buna önəm vermək lazımdır. Ona görə də, bəs biz nə edək? Bəli, biz hər gün özümüzə bir zaman ayırıb, təkliyə çəkilib, özümüz ilə söhbət etməliyik. Necə ki, güzgü qabağında qalıb, gözümüzə, başımıza, dərimizə, saçımıza baxırıq, zaman ayırıb, güzgü qabağında qalıb, ruhunla söhbət et. Bəli, ona görə tək qal ki, bu insan yanında mümkün deyil. Bunu insanlarla etmək olmur. Bunun bariz nümunəsi peyğəmbərlərin həyatıdır. Bax, Allah Musa peyğəmbərə dedi, xalqını qoy, çəkil dağlara. Bir ay orada tək qalacaqsan və sonunda sənə hikmət veriləcək. Və Musa peyğəmbər də belə etdi. Dağlara çəkildi və 40 gün orada qalmalı oldu. Çünki 30 günə hələ onun bir yerində bir şey qalmışdı. Tam düzəlməsi üçün. Doğrusunu Allah bilir, Musa aleyhissalam bir ay oruç tutur. Yəni, inzivaya çəkilir, ac qalır, çünki bunlar şərtdir. Bəzi insanlar var, həyatı biraz korlananda, yoxsulluq çəkəndə, o qədər fəryad qopardır ki, halbuki o nadandır. Sən ac qalmaqdan qorxma. Sən tox olub, azğın olmaqdan qorx. Acılıq qorxulu deyil, yoxsulluq qorxulu deyil. Əksinə, sən acılıq keçirdikcə sənin ruhun dirçəlir. Qorxma. Əlbəttə ki, bu heç kəsin xoşunda deyil ki, yoxsul olsun. Amma zaman bəzən Allah bizi bununla sınağa çəkəndə, o bizim islahımız üçün bunu edir. Çünki biz insanlar heç vaxt tox qarnına düzəlmirik. Heç vaxt. Həmişə yoxsulluq, inflyasiya bizi oyadır, bizi özümüzə qaytarır. Musa aleyhissalam dağlara çəkildi. Burada bir hissəsində İsrailiyə məlumatı var. Ola bilsin ki, yəni bu ibrət üçün deyilir və çox gözəldir. Musa aleyhissalam 30 gün oruç tutdu. Və sonuncu gün Allah ona sən mənimlə görüşəcəksən və sənə hikmət verəcəyəm, kitab verəcəyəm. Musa aleyhissalam ağzını yuyur. Ağzını yuyur ki, Rəbbimlə görüşəcəyəm. Və Allah ondan soruşur, Musa, ağzını niyə yudun? O deyir, oruc adamın ağzından biraz pis qoxu gəlir. Ona görə mən ağzımı yudum. İndi bu informasiyanın bu hissəsində biraz ixtilaf var, amma ibrət üçün bu deyilir. Allah dedi, ey Musa, sən hələ bilmirsən ki, oruc olan adamın ağzının qoxusu mənim üçün ən gözəl qoxudur. Çünki o mənim üçün ac qalıb. Mənə görə ac qalıbsa, onun qoxusu mənə pis gələrmi? 10 gündə oruca davam et. Ona görə Musa aleyhissalam 40 gün oruç tutdu. Xalqı həmən 10 gündə dedi, Musa bizi aldatdı. Gördün mü? Qayıtmadı, o çıxdı getdi. Bax, beləcə onlar buzova ibadət etməyə başladılar. Mövzumuz burada nədir? Baxın, Musa aleyhissalam, daha doğrusu Musa aleyhissalamın adıyla Allah bizə bir ismarız göndərir ki, ruhunu düzəlt. Ruhunu, daha doğrusu ruhunu yox, içindəki səni düzəlt.
İçindəki səndə təkəbbürə aid heç bir şey saxlama. Bax, biraz ağız qoxusu ağzımdan yaxşı iyi gəlsin düşüncəsi belə bəzən sənin ilə Allah arasına girir. Və bəzən sənin içindəkinin düzəlməsindən mane törədir. Hələ biraz kiçik şəxsi gözəllik. Hələ bax ha, hələ haqlıdır ha Musa aleyhissalam. Ağızdan yaxşı qoxu gəlməsi, buna çalışmaq lazımdır. Bu o demək deyildir, özünü burax ağzından pis qoxu gəlsin, üstün bulaşıq olsun. Yox, yox. Burada əsli məqsədimiz bizim bugünümüzün bəzi qadınları, bəzi kişiləri varı, çox gözəl həyatı üçün, çox gözəl həyat yaşasın deyə dünyasını məhv edən qadınlarımız varı, həyat yoldaşı ilə yollaşmır, atasıyla, qardaşıyla yollaşmır və yaxud da ki bir kişidir, öz həyatını məhv edir, ucuz həyatla dəyişir ki, misal üçün rüşvət alır, uyuşturucu satır, oğurluq edir ki, yaxşı yaşayım. Yəni, içindəkini məhv edir, həyatım yaxşı olsun. Bax, burada onunla məşğul olan kişi və qadınlarımıza səslənirəm. Ki, sən bəzən yaxşı görünəsən deyə, içindəkini məhv edirsən. Ailəni pozursan, xarakterini körlüyürsən ki, mənim zahirim yaxşı olsun deyə, ya pul üçün dava edirsən, ya gözəl həyat üçün dava edirsən, ya gözəllik salonlarında vaxtını keçirtmək üçün ailəni pozursan, yəni zahirinlə o qədər məşğulsan ki, içini düzəlt, içinə qayıt, içindəkinlə söhbət et. Bax, deməli, bəzən kiçik bir hərəkət belə, içimizdəki ilə bizim aramızı uzaqlaşdırır. Ona görə də Allah öz rəsullarına təkliyə çəkil, özünlə məşğul ol, içindəki ilə məşğul ol. Deməli, biz insan olaraq ara bir gün ərzində, hər gün hökmən, günümüzün bir saatında təkliyə çəkilib, özümüz ilə hesablaşmalıyıq. Necə ki, Muhammed sallallahu aleyhi və səlləm ara biraz quru çörək götürüb, hələ peyğəmbərlikdən öncə biraz quru çörək, biraz su, 3-5 xurma götürüb inzivaya çəkilərdi. Hirra dağında Nur qalasına girər, orada inzivaya çəkilərdi, tək qalıb Allah ilə söhbət edərdi. Hələ o günlərin birində belə dedi: Ey məni yaradan Allah, bilirəm ki, sən varsan, sənə iman edirəm ki, sən varsan. Mənə sənin razı qaldığın yolu öyrət. Mənə öyrət ki, mən sənin razı qaldığın yolda olum. Mənim atalarım düz yolda deyil. Mən bilirəm ki, onlar düz yolda deyil. Mən onların yolunu getmirəm. Səndən istəyirəm. Mənə düz yolu göstər. Allah Qur'an-ı Kərimdə deyir: Ələm yəcidkə yətimən fəəvə və vəcədəkə dallən fəhədə. Məgər sən yetim deyildinmi, biz sənə sahib çıxdıq. Sən deyildinmi, şaşqın idin, məndən yol istəyirdin, mən sənə yolu göstərdim. Allah öz rəsuluna bunu xatırladır. Bax, bu həmən gün idi. O deyirdi: Allahım, mənə sırat-ı müstaqimi göstər, düz yol. Yəni, sənin razı qaldığın yol. O yolu ki, mən o yolda olanda sən məndən razı qalacaqsan. Bax, dəyərli insanlar, sən özünə çəkil, təkliyə çəkil, içindəkini gözəlləşdir. Sən təkliyə çəkildikcə, içinlə daha çox məşğul olacaqsan. Və içinlə məşğul olduqca sən ucalacaqsan. Nə qədər krallar vardır ki, Firon kimi dünyanın gəlmiş keçmiş ən böyük imperiyalarını qurdular. Nəmrud kimi, Firon kimi ən böyük imperiyaları qurdular.
Amma içlərindəki Nəmrudu, içindəki Fironu düzəldə bilmədilər. Onlar dünyalarını məhv etdi, axirətlərini məhv etdilər. Allah onları həyatlarının sonunda zəlil gününə salıb və öz huzuruna rüsva vəziyyətində apardı. Heç kəs onları sevmədi. Heç kəs onları sevmədi. Hətta sən demə həyat yoldaşı belə onu sevmədi. Çünki o zahirini o qədər gözəlləşdirirdi. Onun zahiri ilə saatlarla məşğul olurdular. Kişidir ha, kirpiklərinə qədər rəngləyirdilər, saçlarını rəngləyirdilər, dəriyirdilər, yağlayırdılar, bədəninin bütün detallarına baxırdılar ki, gözəl olsun, gözəl olsun. Amma içində bir şeytan var idi, içində bir qurd var idi ki, arif insanlar onun içinin nə qədər eybəcər olduğunu görüb onu sevmirdilər. Amma üzdə ona itaat edirdilər. Amma bir insan var idi, Lokman aleyhissalam, böyük ehtimal peyğəmbərdir. Peyğəmbər olmasa belə, peyğəmbərlərə ibrət bir insan olub. Lokman zahiri görüntüsü zənci, qara bir qul, özü kölə, kiminsə sarayında, kiminsə bağında xidmət edir. Amma dövrünün kralı ondan məsləhət almaq üçün növbəyə qalırdı. Və ona əlbəttə ki, təklif edirdilər, sən bu cür dahi, zəkalı, arif insansan. Gəl sarayda otur, qoy insanlar səndən məsləhət alsın. O saraya getmədi. Və sonunda da kölə kimi dünyasını dəyişdi. Bilirsiniz niyə? Çünki o sarayda içindəki Loqmanla məşğul ola bilməyəcəkdi. Sarayın gözəl yeməkləri, sarayın gözəl geyimi, saraydakı hörmət, saraydakı sayğı onun içindəkini öldürəcəkdi, eybəcər edəcəkdi. Və o içindəkini daha gözəl saxlamaq üçün ömrünün sonuna qədər o yeri seçdi, o yerdə qaldı. Dəyərli insanlar, əlbəttə ki, hər nə müzakirə ola bilər. Niyə ola bilərdi daha da yaxşı olsun kimi çox söz danışa bilərik. Amma sən bilginə, o dahi idi. Allah onu bəyəndi. Allah onu müqəddəs kitablarına saldı. Təsəvvür edirsinizmi? Peyğəmbərlərinə və onun ardınca gedənlərə örnək göstərdi. Çünki o həyatını içindəkinə qurban etdi. Biz içimizin gözəlliyi ilə məşğul olaq. Nə qədər insan məşğul olaq zahiri ilə. Bir insan bilir ki, bunu etsəm həyatım acı olacaq, amma onu edir. Niyə? Məni yaxşı görsünlər. Sən içinlə məşğul ol, içinin daha gözəlliyinə, bununla da məşğul ol. Müəyyən qədər, əlbəttə ki, Allahın Resulü sallallahu aleyhi və səlləm bir nəfər məscidə girdi, başı qarışıq, saqqalı qarışıq, üstü çox pis vəziyyətdə. Onu çağırdı. Dedi, sənin evdə ətir varındır? Dedi, bəli. Yağ varındır? Yağ deyəndə bugünkü jeli nəzərdə tut. Dedilər, bəli. Dedi, bəli. Dedi, başqa geyimin var? Dedi, bəli. Bəs dedi, niyə belə gəzirsən? Çünki onu tanıyırdı da. Hər yoxsula bu söz deyilməzdi ki. Yoxsuldursa yoxsuldur. Onu tanıyırdı. Dedi, axı sənin varındır, niyə belə gəzirsən? Dedi, ya Rasulullah, istəyirəm ki, zahid həyatı yaşayam. Ona görə, dedi, etmə belə. Allahın nemətlərini göstər. Zahidlik sinənin altında olur. Oranı düzəlt. Üstünü səliqəli tut. O evinə qayıtdı, geyimini dəyişdi, saçını daradı, saqqalını yağladı və gəldi. O məscidə girəndə Rasulullah təbəssüm edərək dedi, Subhanallah, nə gözəlsən sən. Allahın verdiyi nemətləri gizlətmə. Yəni ki, gizlətmə bu o demək deyil, gözə sal. Yəni, Allah sənə verib, onu üstündə göstər, amma içinlə məşğul ol.
Deməli, üst gözəlliyi də şərtdir. Amma unutma, üstündən daha çox içinlə məşğul ol. Otur güzgü arxasında. Bir özünə bax. Gör gün ərzində sən içinlə nə qədər məşğul oldun? Sənin içində bugün hansı xasiyyətin səni biraz təkəbbürləndirib? Ya hansı cib durumun səni biraz yüksəldib? Sən bazarlıq eləyib evinə gələndə sənin böyründə bir nəfər əzilmiş meyvə alırdı, sən isə daha qiymətli, daha bahalı bir meyvəni alanda səninlə onun arasında fərqi hiss etdinmi? Heç biraz gözün yaşardı mı ki, Allahım, o daha gözəlinə layiqdir, amma almağa imkanı yoxdur. Allahım, onun ehtiyaclarını ödə. Ey Rəbbim, o da övladlarının yanına sağlam meyvə alıb apara bilsin. Bir hissi içindən keçdi mi? Yoxsa sən dedin, o elə ona layiqdir. Mən aslanam, o isə tülküdür. Kimi bir duyğular yarandı yoxsa içində? Bax, biz özümüzü bu cür imtihan edə bilərik. Biz başqalarına qarşı nələr hiss edirik? Sənin evin çox gözəldir və çox hündürdür, çox gözəl yerdə yerləşir. Amma kimisinin başına yağış yağır, evinin içi sudur. O evinin içində körpələrini bir tərəfə güclə sıxışdırıb və sıxıntı yaşayır. Sən bu durumu görəndə içində sevinc yaranır ki, şükür Allaha, mənim vəziyyətim yaxşıdır. Yoxsa özünü və övladlarını onun yerində görə bilirsən. Bax, sən içini o zaman düzəltmirsən. Əgər sənin vəziyyətin gözəl olsa belə, onun övladlarının yerində yata bilirsənsə, onun ailə durumunun sıxıntılarını yaşaya bilirsənsə, onun yaşadığı xəstəliyi yaşaya bilirsənsə, sən insansan. Sənin içində səndən də gözəl bir sən vardır. O söz varı mənliyin olsun. Mənlik sözü, yəni mən bir özüməm, güzgüyə baxanda gördüyüm. Bir də mən var, mənim içindəki mən. Bax, ondan söhbət gedir. Mənlik odur. Mənliyin olsun, yəni içindəkini gözəlləşdir. İçindəki gözəl olsun. Ona daha çox çaba göstər. Çünki sənin içindəki Allahın yanına gedəcək. Sən getməyəcəksən ki. Sən çürüyəcəksən. Həşəratlar yeyəcək səni. Amma içindəki sən Allahın yanına gedəcək. Ya gözəl bir sən, ya da vəhşi bir sən. Kimisinin içindəki aslandır. Aslan belə zahirdə yaxşı səslənir. O yaxşı deyil ha, içdə yaxşı deyil. Kimisinin içində bir qurt vardır. Kimisinin içində bir tülkü vardır. Kimisinin içində bir dovşan vardır. Bunlar konkret bizim həyatımıza, xarakterimizə təsir edir. Bizim əslimiz içimizdəkidir. Necə ki, bir insan keyfli olanda özünü buraxır, başlayır bir nəfərə sataşmağa. Amma ağlı başına gələndən sonra o deyir, mən ona niyə sataşmışam? Əslində o ən düz olanı edib. Özünə görə, xarakterinə görə. Çünki onun içində ona nifrət var. Keyflilik onun kontrolunu buraxır və gerçəkdə duyğuları nədir onu yaşayır. Gerçək duyğusu nədir onu yaşayır. Deməli, sən içində bir şeylər gizlədirsən ha. O gizlətdiyinin arxasına keç. İçindəkiləri kontrol etmək gözəldir, o heç. Yəni, bu demək deyildir, birini xoşlamıramsa, mən həyatda da onu elə acılamalıyam. Yox, özümüzü kontrol edirik ki, nəfsimizi kontrol edirik. Amma bilginən, sən nə qədər içində kinli, nifrət, soyuqluq yığırsansa, sənin içindəki sən yavaş-yavaş o xasiyyətə çönür. Ona görə içində kin, nifrət çox saxlama.
O sənin içindəki sənə təsir edir və sənin ruhun eybəcərləşir ya da ruhun gözəlləşir. Çalış içində gözəl bir şeylər, nifrət deyil, sevgi yarat. İçində zənginliyə çox sahib olmaq yox, içindəkini zəngin etməyə çalış. Sən içindəkini zənginləşdirsən, Allah şahiddir ki, sənin zahirin bəlkə də həqiqətdə də gözəl olmasa, insanlar səni elə sevəcək ki, dünyanın ən gözəlindən də çox. Baxın, Allahın Resulü Muhammed sallallahu aleyhi və səlləm, inanın ki, o bəzi insanlar var, Peyğəmbəri təsəvvür edəndə gözəl qaşları, kirpikləri, hətta gözünün rənginə qədər. Xristiyanlar Həzrəti İsa'nı, indi İsa aleyhissalam deyən kimi, hər bir kəsin gözünün qabağına sarı saç, hündür boylu, ağ dərili, göy gözlü bir oğlan gəlir. Orta bədən çəkisində bir oğlan gəlir. O isə İsa aleyhissalam qətiyyən güdə boylu, qıvrım saçlı, rəngi ağ yox, biraz qəhvəyə çalacaq rəngdə. Yəni zənci də olmayıb, amma bəyaz da olmayıb. Çünki İsa aleyhissalam Yahudidir. Yahudinin öz milli forması vardır. İsa aleyhissalam elə olub. Niyə bunlar İsa aleyhissalamı gözəl göstərməyə çalışır? Çünki özlərinin içində çirkinlik var. İçləri eybəcərdir, amma üzlərini gözəl göstərməyə çalışanlar. Peyğəmbərləri də belə təsəvvür edirlər. Əslində nə olub? Bizə lazımdır. Peyğəmbər güya belə olub. Eyni bəzi müsəlmanlar da Muhammed sallallahu aleyhi və səlləmi gözəl göstərməyə çalışır. O isə ki, Allahın Resulü sallallahu aleyhi və səlləm bugünkü şəkillərdəki Muhammed deyil. Daha formasını demək istəmirəm. Yəni ki, bu formada olub, heç o qədər də gözəl deyil. Əslində, bəli, heç o qədər gözəl olmuyor. Amma niyə biz Peyğəmbər deyəndə gözəl bir şey təsəvvür edirik? Niyə biz İsa aleyhissalam deyəndə gözəl bir şey təsəvvür edirik? Bax, əsli cavab bunun altında yatır. Çünki onun içində bir gözəl məxluq olub. Onun içindəki Muhammed gözəl olub. Onun içindəki İsa gözəl olub. Ona görə biz özümüzü çaşdırırıq. Gözəl görsənməyə çalışırıq. Muhammed sallallahu aleyhi və səlləmin burnu uzun olub və burnunun qaşına birləşən hissəsində danqar olub. İndi biz deyəcəyik ki, subhanallah, mən isə onu belə təsəvvür etmirdim. Gerçək odur. İndi deyək o eybəcər olub. Yox. Onu heç kəs görməyib bu formada olduğunu. Hər kəs onu ən gözəl insan kimi görüb. Çünki onun içindəki gözəl idi. Bizə Muhammedin zahiri nəyə lazımdır ki? Sallallahu aleyhi və səlləm. Ki, heyf, çaş ki, onun burnu belə olmayaydı. Burnun bir düzəltdirsəydi. O burnun düzəltdiriləsi pulu verərdi, bir yoxsulu sevindirərdi. O yoxsulun gözündə olacaqdı mələk simalı birisi. Yoxsa burnunu əməliyyat elətdir, düzəltdir, burnu əyri olan sənə baxanda nifrət edir sənə. Sən elə bilirsən, gözəl görünürsən. Sən gözəl görünürsən, sənə sahib olmaq istəyənlər üçün. Müvəqqəti. Amma sən istəyirsənsə, gözəl görünəsən, sən kimə gözəl görünməlisən? Naməhrəmlərə. Sən gözəl görünməlisən atana, qardaşına, həyat yoldaşına, oğluna. Sən bunlara gözəl görünməlisən. Bunların da ki, gözəlliyi sənin zahiri görüntündə deyil. Sənin əxlaqın, tərbiyən, övladlarına bağlılığın, həyat yoldaşına sədaqətindədir gözəlliyin. Dəyərli insanlar, dəyərli kişilər və dəyərli qadınlar, içimizdəkini gözəlləşdirək. Allah şahiddir ki, sənin içindəki gözəl olandan sonra insanlar səni sevəcək. Sənə nə lazımdır ki? Sevilmək lazımdırsa, səni sevəcəklər. Lap əslində heç insanlar üçün bu edilmir. Zaten bunu insanlar üçün etsin, səni sevməyəcəklər. Hörmət də eləsin deyəcək, borcu da edir. Nə qədər övladlar var, atasının qədrini bilmir.
Niyə? Çünki deyir, atam da etməlidir də, başqa nə etməlidir? Çünki sən ixlaslı etsən, o səni sevəcək. İxlas Allah üçün. Yəni biz bu işləri Allah adına edək ki, Allah bizə belə deyir. İçindəkin gözəlləşdir, mənim yanıma gözəl bir səni gətir, gözəl bir səni. Zahirdəki eybəcəri deyil, zahirdəki gözəllik çürüyəcək, həşəratların olacaq. Allahın yanına sənin içindəki gələcək. Bəli, dəyərli insanlar, içimizdəkini gözəlləşdirək. Onu gözəlləşdirək ki, bizi Allah da sevsin, Allahın qulları da sevsin. Allah bizim içimizi islah eləsin. Necə ki, Allah Subhanahu taala Qur'an-ı Kərimdə buyurur ki: "Və amma men xafa maqama rabbih və nahan nefsə anil hava fe innel cennete hiyel ma'va." En-Naziat surəsi 40-41-ci ayələr. Kim Allahdan görüşəcəyi gündən qorxaraq, yəni Allahın məqamında görüşəcəyi gündən qorxaraq öz nəfsini tənbih edərsə, onun düşəcəyi yer məva cənnətidir. Bəli, yəni içini gözəlləşdirənin yeri məva cənnətidir. Allah bizi məva cənnətində öz rəsulları ilə birlikdə Allahın gözəl vəzhinə baxan qullarından etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.